Salam, hər vaxtınız xeyir. Əziz həmvətənlilər, dəyərli Naxçıvanlılar, Mehramlılar. Dünənki Qurban Bayramı münasibəti ilə mən bütün Azərbaycan xalqını təbrik edirəm. Və o məsələyə aid sosial şəbəkələrdə kəsilən qurbanlar, paylanılan qurbanlar haqqında bir neçə söhbətlər qabağıma çıxdı ki, kimsə qurban kəsib yanı tam mənzilinə çatdırmayıb və yaxud yan yörəsi qoymayıb çatdırmağa. Mən şəxsən dünən bir yerdə olmuşum, adını çəkmək istəmirəm. Allah o insanın əzizlərinə rəhmət eləsin, Allah o insanın canını sağ eləsin, Allah o insanın büdcəsini həmişə aşırsın, daşırsın. Şəhid ailələrinə göstərdiyi diqqəti də gördüm öz gözümlə. Qazilərə göstərdiyi diqqəti də gördüm və dəftərdə qurban payı paylanılan siyahını da gördüm. Şəxsən Nehram kəndində ki, o ailələrə verildi ki, ən kasıb ailələrə. İkinci bir tərəfdən də ki, ancaq şəhid ailələrinə, qazi ailələrinə diqqət göstərilib başqa. Buradan bildirmək istəyirəm ki, çox fikir bildirir. İstər bax, rəhbərliyimiz haqqında, istər belə bu qurban kəsilib paylanılan adam haqqında. Mən onlara demək istəyirəm ki, buradan ən azından onların deyək ki, gücü ona çatdı, Allah onlara gəlir, ölənlərinə rəhmət eləsin, dünyada olanlarına möhkəm can sağlığı versin. Ən azından o onu elədi. Sənin gücün heç olmasa o sözləri deyən adamlara aid da buradan. Sənin gücün nəyə çatır bə? Sən heç olmasa bir toyuq qurban kəsib verərdin birinə. Çox söz deyəcək, o başqa amma mənə təsir edir. Şəxsən o insana halal olsun ki, o addımı hər il atır. Hər il atır, bu ildə gözümün şahidi oldum. Allah ölənlərinə rəhmət eləsin. Çoxunun nətədim, meşoğunan pulu var. Allah hamının pulun, malın, mülkün özünə qismət eləsin. Bizə düşməz kiminsə pulun sayın gedək, hesabını gedək. Əsas odur ki, onun ürəyi var. O pulu xərcləyə bilir. Hər insanın işi deyər ki, o pulu xərcləsin kasıba, yetimə, yüsürə, nə bilim, şəhid ailəsinə diqqət göstərsin və yaxud dildə çox adam deyə bilər. Mən ölərəm, mən belə eləyə bilərəm. Əsas o sözü ürəkdən deməlidir. Ürəkdən, ortaya görək. Mən belə eləyərəm. Və elə